Azərbaycanda kütləvi zəhərlənmə halı baş verib, daha belə bir hal isə yenidən yas mərasimlərinin birində qeydə alınıb. Bəli, Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən 8 nəfər, 3-ü kişi, 5-i qadın olmaqla məhz hospitalizasiya olunub. Bu barədə isə təbib məlumat yayıb. Məlumatda bildirilir, onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmət göstərilib və bildirilib, əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir və onların vəziyyəti ilə bağlı isə təbib bildirir ki, vəziyyətləri stabil olaraq qiymətləndirilir. Vergi məlumatda məhz zəhərlənmə hadisəsinin yas mərasimində baş verdiyi bildirilir və qeyd eləyək ki, onlar arasında uşaqlar da var. Belə ki, müxtəlif yaş kateqoriyasına 1962, 1986, 2017, 2015, 2020, 1963 və 1987 və 1983 təvəllüdlü şəxslər xəstəxanaya yerləşdirilib.